Axşamınız xeyirli olsun değerli izleyiciler ve bize izlemeye gelen açılış mərasimində bizle beraber olan izleyicilerimiz bu günləri Nehrəm şəhidlərinin əziz xatirəsinə olmuş Birlik Liqası yay mövsümü açıq elan olunur ve indi meydana komandaları dəvət edəcək. Nehrəm komandası ve Ösən komandası alqışlarınızla bir yerdə meydana daxil olsunlar. Buyursunlar. Alqışlarınız ve Ösən Nehrəm komandası. Hər iki komanda meydana daxil olur. Bizle beraber Rıza kardeş ve Tövəkkül əmi bir yerdedir. Şehit kardeşi, şehit atası ve şehidin dayısı. Buyursunlar bizle beraber eyni publikaya. Xahiş edirəm. Bu günləri əziz dəyərli hissələrimizdən biri şəhidlərimizin xatirəsinə həsr olmuş Şəhidləri adlı futbol turnirinin açılış mərasimidir və indi biz hər sözdən öncə şəhidlərimizə nə qədər borclu olduğumuzu və fəxarət hissi ilə qəlbimizdə şəhidlərin nə boyda bir məqam sahibi olduqlarını deməliyik. Kiçik bir mətnlə başlamaq istəyirəm. Belə bir fikir var məndə. Allah Quran-ı Kərimdə şəhidlər haqqında kifayət qədər ayələr var və Allah yolunda cihad edilən üçün belə bir ayə vardır. And olsun tövşiyə gedən atların altından çıxan naldan çıxan qılıcıma. Yəni bir mücahidə, bir şəhid üçün atının ayağından çıxan qılıcıma andısan Allah şəhidin məqamını təyin etməkdə təbii ki misilsiz bir məqam təyin edəcək. Bu Allah Mütəalanın şəhidə verdiyi dəyərdir. Təbii ki, biz şəhid haqqında danışmağa kifayət qədər sözümüz olar. Şəhidlər bizim qəlbimizdədir və onlar əbədi yaşayırlar. Naxçıvan Muxtar Respublikasında yerləşən Nehrəm qəsəbəsində özünə nə az nə çox olan şəhid verir və bu torpağın qəhrəmanları misilsizdir. Biz hər şeydən öncə məhcin sözlərimiz çoxdur, deyiləcək sözlərimiz çoxdur, xahiş edirik. Azərbaycan himni səslənəcək, hamı ayaq üstə sakit bir şəkildə himni dinləyək və Azərbaycan himni səslənsin.
Deyiləcək çox sözlər var ki, ifadələr var ki, verəm düşüncələr var ki, İdarə elə də şey hesabızadır. anlamı altında aciz qalır və əzilir. Şəhid sözü elə bir qrammatikamıza, elə bir hərflə yazılıb ki, heç vaxt silinməyəcək. Biz şəhid anlayışını hər gün və hər saniyə beynimizdədir və ruhumuza işləyir. İstər ilk Qarabağ, birinci Qarabağ savaşında, istər ikinci Qarabağ savaşında Müzəffər ordumuzun, Ali Baş Komandanın rəhbərliyi altında alınan torpaqların qarışını həmin şəhidlərə borcluyuq. 3000'ə yaxın şəhidi olan bir xalqın və ilk Qarabağ savaşında isə sayısız, hətta indi nəşləri tapılan, qəbirləri də məlum olmayan bəzi şəhidlərimiz var ki, onlara borcluyuq. Adı misilsiz, öz dəyərlər kitabına adlarını qızıl hərflə yazdırılmış şəhidlərimizdir. Bu şəhidlər, biz onlara qəlbimizin bütün fərəhi və sevincini vermişik. Yarım qalan arzular və istəklərlə onlar öz canlarını Azərbaycanlarına veriblər. Öz torpaqlarını hər şeydən ali tutub, bütün hissləri tapdalayıb, yalnız vətən deyib canlarından keçiblər. Bugünkü gün biz canlarından keçən igidlərin torpağındanıq. Biz onlarla eyni havanı, eyni suyu içmişik. Bəli, istər ilk, istər ikinci Qarabağ savaşında canından keçən qəhrəmanlarımızı biz əbədi olaraq yaşadacağıq. Mən bu sözü çox işlətmişəm və sevimli bir sözümdür. Coğrafiyada, burada məndən də savadlı insanlar var, özür istəyirəm ilk önce onlardan. Coğrafiyada yeraltı sərvətlər deyiləndə yerin altından çıxan sərvətlər nəzərdə tutulur. İstər qızıl və neft olaraq dəyərləndirir, amma bugünkü gün Azərbaycan xalqının yeraltı sərvətləri müqəddəs nəşləri torpaq altında olan şəhidlərdir. Biz onlara əbədi olaraq borcluyuq. Bugünkü gün bizlə bərabər eyni səhnəni, eyni publikanı bölüşən şəhidin atası bizlə bərabərdir. Təvəkkül dair bizlə bərabərdir. O da öz dəyərli fikirlərini bizdən bölsün, buyursun. Mən şahid edərsi Əliyev Ne oldu zaman? Zaman gelsin yakında. Səs. Mən şəhid edərsi Südəni adlı mayor Əliyev Mühacircin otası Əliyev Təvəkküllər. Mən sizə minnətdarlıq edirəm ki, belə şəhidlərin xatirəsinə əzilmiş futbol günləri keçirirsiniz. Çox əziyyət çəkirsiniz. Sizə minnətdarlığımı və xoş arzularımı bildirirəm. Sağ olun. Teşekkür edirik alkışlarınızla beraber. Şəhidin dayısı bizlə beraberdir. Rıza qardaş yaxınlaşsın, xahiş edirəm. Üzülü bilsin. Buyurun, fikirləriniz. Ben de size çok teşekkür ederim. Ben de şehit Elvin Teymurov'un dayısıyım. Herkese teşekkür ederim. Bizim şehitlerimizi yaşatsınız. Adın yaşatsınız, hatirasını yaşatsınız. Ve bu oyunu təşkil edən herkese teşekkürümü edirəm. Çok sağ olun. Alkışlarımız ve bize hem mənəvi cəhətdən, hem de ki Bülbül kimi səsiyle bizlə beraber olacaq Natiq Rızayev, nəğməli qonağımızdır. Alqışlarımızla Natiq Rızayev gəlsin və bizlə öz şirin nəğməsini bir xalqın oğlu kimi bölüşsün bizlə. Uzun mikrofon niye eləyir? Akşamınız xeyir olsun, əziz qonaqlar. Mən də öz növbəmdə bütün şəhidlərimizə Allah rəhmət eləsin deyirəm və qazilərimizə Allah can sağlığı versin. Hər iki komandaya
uğurlar arzulayıram. Bu işdə əmək çəkən hər bir kəsi ürəkdən salamlayıram. Və mahnımız gəlsin, sizlər də vurub dinləyə bilərsiniz.
Eşk olsun sizlere. Sağ olsun. Teresme aldım, görünüyor. Selam buraya. Bu eğilir, kaldırılan eğilir. Bu eğilir. Ya bunun yapısı var. Tabii açılış tedbiri de oyunun vaktine var. 10 dakika var, 10 dakika açılış tedbiri. Yaşkanlı yay olacak. Solaxanın şeirindən, əsərindən bilirik. Səmədin muxtar dərvətlərindən bilirik. Döyüşürdür çox igidlərdir yavər Hüseyin. Sabitlənim bəqəm, sabitlənim. Düşmənə sözlü deyil. Olacanın adı verəndir. Olacan könlü məhamdəndir. Yaşaya bilmərəm onsuz mən. Olanın dərdi məhamdir. Olacanın adı verəndir. Olacan könlü məhamdəndir. Kamranlar çok sağ olun. Paylaşımlar çok sağ olun. Sabitlənim bəqəm. Kamran bağır yukarı. Olanın dərdi məhamdir. Bizim idmansıların adsanı var şöhrətdir. Bu həkimlər də bu kənddən dürəli şəhbətdir. Əcəlindən bu yerin birliyi var, qeyrəti var. Bu şəhidlərdə bizim bir əbədi hörmət var. Dehrəmin çeşmə basardan canı birdir, qanı bir. Sözü bir, məqsədidir, məstəqidir, ünvanı bir. Olacanın adı verəndir.
üçümüzü bir daha bir yere Teşekkürler, eşk olsun. Bütün oyunculara tebrik ediyorum. Uğurlar size. Bir şey durmuyor. Ne ya da serbest durun. Rahat durun. Ne diyorsun çok sıkırsız özü. Lazım da bana kardeşler zaten. Sağ ol. Teşekkür ederim. Minnettarım. Minnettarım. Sağ ol. Götür bunu. Lenteli oyna. Şöyle de bilersin. Tamam. Adaptörü hazır ha.